Salam, Məşğulluq Bələdçisi rubrikasında yenə maraqlı bir layihə haqqında məlumat verəcəm. Düşünürsünüz ki, yay yalnız istirahət üçündür. Bəs həm əylənib, həm öyrənmək, həm də gələcəyinizi planlamaq necə olar? Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə 1-5 iyul tarixlərində məktəbli gənclərin inkişafı yay düşərgəsi keçiriləcək. Düşərgənin əsas məqsədi 7-9-cu sinif şagirdlərinin fərdi potensiallarının üzə çıxarılması, onların əmək bazarı, müasir bacarıqlar, düzgün ixtisas seçimi və karyera planlaması istiqamətlərində bilik və bacarıqlarının artırılmasıdır. Düşərgə 5 gün davam eləyəcək və Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən tədris mərkəzində təşkil olunacaq. Bu müddət ərzində iştirakçılar üçün müxtəlif təlimlər, master-klasslar və interaktiv görüşlər keçiriləcək. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Düşərgədə iştirak üçün dma.gov.az saytında ekranda gördüyünüz bölmədə yerləşdirilmiş keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Seçim mərhələsini uğurla tamamlayan 100 məktəbli proqramda iştirak hüququ qazanacaq. Son müraciət tarixi 22 maydır. Uğurlar!